İnformasiya və informatika. İnformasiya nədir? İnsanın duyğu üzvləri vasitəsilə qavranılan və istifadə edilən istənilən məlumat informasiyadır. Məsələn, küçədə yeriyərkən biz ətraf aləmdən fasiləsiz olaraq müxtəlif informasiyalar alırıq. İnsanın əsasən 5 duyğu üzvü var. Bunların hər biri ilə biz müxtəlif mənbələrdən informasiya alırıq. Görmə informasiyası və ya vizual informasiya. Səs informasiyası və ya audial informasiya. Qoxu informasiyası, dad informasiyası və taktil informasiya. Ətraf aləmdən ən çox 80-90% informasiyanı gözlərimizlə alırıq. Təxminən 5-10% informasiya qulaqlarımızla aldığımız səs və ya audial informasiyadır. Qalan informasiyaları isə burnumuz, dilimiz və dərimiz vasitəsilə alırıq. Məsələn, gözdən əlil insanlar üçün yaradılmış Braille şriftini barmaq toxunuşu ilə oxuyurlar. Əslində informasiya təkcə insanın duyğu üzvləri ilə əldə olunan və emal edilən informasiyalardan ibarət deyil. Daha geniş mənada informasiya həmçinin maşınlar və canlı təbiət tərəfindən qavranılır və istifadə edilir. Məsələn, heyvanlar da informasiyanı qavrayaraq istifadə edir. Balıqlar suyun təzyiqinə, quşlar yerin maqnit sahəsinə əsasən istiqaməti təyin edir. Qarışqalar isə qoxu, kimyəvi maddələr vasitəsilə məlumatları bir-birinə ötürürlər. Kompüterlər və sistemlər sensorlu qurğulardan və kameralardan alınan məlumatları təhlil edir və faydalı informasiyaya çevirirlər. Məsələn, hava proqnozunu verərkən meteoroloqlar havanın temperatur, təzyiq və rütubət məlumatlarına əsaslanırlar. Təbiət hadisələri müxtəlif informasiyaları özündə saxlaya və ötürə bilər. Məsələn, ağacın halqaları ötən illərin iqlimi haqqında məlumatları özündə saxlayır. Yer kürəsi qabığının təbəqələri alimlərə planetimizin tarixini öyrənməyə kömək edir. Verilənlər və informasiya. Praktikada informasiya termini əvəzinə çox vaxt verilənlər terminindən də istifadə olunur. Orada verilənlər sözü cəm halda işlədilir. Lakin ixtiyari verilənlər informasiya deyil, yalnız insan tərəfindən qavranılan, qərar qəbul etməyə kömək edən verilənlər informasiya sayıla bilər. Beləliklə, verilənlər faktlar, rəqəmlər, qurğuların göstərişi ola bilər. 42 ədədi, günəş sözü, 15 dərəcə Selsi və ya verilən koordinat sətirləri əgər hələ heç bir məna daşımırsa, sadəcə olaraq verilənlər sayılır. Onları müxtəlif üsul və vasitələrlə əldə etmək, saxlamaq, emal etmək və ötürmək olar. Onun üçün kompüterlərdən istifadə olunur. Lakin kompüter verilənlərin mənasını anlamır. Verilənlərin informasiya olması üçün onları anlamaq, yəni dərk etmək lazımdır. Buna isə yalnız insan qadirdir. Məsələn, 42 ədədi Namiq Nəcəfovun bitirdiyi orta məktəbin nömrəsidir. Bu artıq dərk olunan məlumatdır. Deməli, informasiyadır. Günəş öz işığı və istiliyi ilə yer planetində həyatı təmsil edən ulduzdur. Bu da tamamilə aydın və doğru məlumatdır. Deməli, informasiyadır. Və yaxud da qırmızı rəng adətən enerji, çılğınlıq və ya təhlükə rəmzidir. Bu fikir demək olar ki, hamı tərəfindən qəbul olunur. Deməli, informasiyadır. 15 dərəcə Selsi açıq havada gəzmək üçün ən münasib temperaturdur. Bu da informasiyadır. Çünki dərk olunan məlumatdır. Və ya verilən koordinatlar Bakı şəhərinin coğrafi mövqeyini göstərir cümləsi qərar qəbul etməyə imkan verə biləcək bir informasiyadır.
Deməli, informasiya insanın qavraya bildiyi, dərk etdiyi və qərar qəbul etməyə kömək edən verilənlərdir. Məcazi mənada demək olar ki, verilənlər tikinti materialları, informasiya isə bu materiallardan tikilmiş hazır evdir. Verilənlər analiz olunaraq müəyyən məna kəsb etdikdə onlar informasiyaya çevrilir. Yalnız bundan sonra onları istifadə etmək olar. Eləcə də informasiya əvəzinə bəzən bilik anlayışından da istifadə olunur. Bilik informasiyadan nizamlamaq və emal edilməklə alınan qanunauyğunluqlardır. Başqa sözlə, bilik dərk olunma vasitəsilə əldə edilən və qərar qəbul etməyə imkan verən informasiyadır. İnformasiyanın gündəlik həyatımızdakı rolu nədən ibarətdir? İnformasiya gündəlik həyatımızda və işgüzar fəaliyyətimizdə sadə qərarlardan tutmuş mürəkkəb məsələlərin həllinə qədər çox böyük əhəmiyyət daşıyır. Məsələn, ünsiyyət. Bir-birimizlə söhbət edəndə və ya yazışanda hər birimiz həm informasiya mənbəyi, həm də informasiya qəbul edicisi rolunu oynayırıq. Öyrənmə. Kitab oxuyanda, video dərsə baxanda və ya müəllimə qulaq asanda yeni biliklər əldə edirik. Məlumat axtarışı. Məsələn, sabahki hava durumu haqqında internetdən məlumat almaq üçün sorğu verəndə lazımi informasiya alırıq. Qərar qəbul etmək. Əldə etdiyimiz informasiyanı araşdıraraq nə almaq, hara getmək və ya günümüzü necə keçirmək haqqında qərar vermək. Bu da informasiyanın istifadəsidir. Eləcə də əyləncələr, filmlər, musiqi və oyunlar da informasiyanın müxtəlif formaları olub həyatımızı rəngarəng edir. Təhlükəsizlik məsələləri, yol nişanları, xəbərlər və ya xəbərdarlıqlar vacib informasiyalar olub bizi təhlükəli vəziyyətlərdən qoruyur. Deyə bilərik ki, informasiya elə bir alətdir ki, onun vasitəsilə həyatımızı tənzimləyir və daha əlverişli edirik. İnformasiyanı nə qədər yaxşı başa düşə və istifadə edə biliriksə, qarşılaşdığımız məsələlərin həlli də bir o qədər asanlaşır.